Bu gülün adı Antilyumdur. El arasında buna çiçək xoşbəxtliyi də deyilir. Ancaq əgər professional qaydada güllə məşğul deyilsinizsə, bu gülü almaq istəyən almasın. Çünki çox kaprizli güldür. Yerin dəyişirsən küsür, qabın dəyişirsən küsür, torpağın dəyişirsən küsür. Gülü üstündə torpağın ümumiyyətlə dəyişmək olmaz. Onda təmiz küsür. İstidən soyuğa aparırsan küsür. Soyuqdan istiyə aparırsan küsür. Yəni ki, əgər bunun xüsusi gübrəsi var, onu verməyəcəksinizsə, bununla xüsusi məşğul olmayacaqsınızsa, bu gülü almağa dəyməz. Tez-tez yarpaqların nəmləndirməlisiniz. Yarpaqlar nəmli olmayanda bax beləcə kənarları saralır, quruyur. Demək olar ki, gündə bir dəfə bunun yarpaqlarını nəmləndirməlisiniz. Gülünə su vurmaq olmaz. Torpağa yumşaq torpaq olmalıdır, havalı torpaq olmalıdır. Mən torfa əkmişəm. Belə də qara torpağa, havalı torpağa əkilməlidir. Palçıq kimi olmaz bunun. Onda kötüyə əgər nəm çəkmişsə, hava almırsa, tez quruyur. Belə yenə də məsləhətim. Əgər professional qaydada günlə məşğul deyilsinizsə, yəni bunun vaxtında gübrəsini verməyəcəksinizsə, buna biraz başdan soğuda yanaşacaqsınızsa, almayın bu gülü.